Salam. Mən buradan üzümü tutub Mədəniyyət Nazirinə bir müəllimə kimi şikayətimi bildirmək istəyirəm ki, mən Ağdam rayon Şəmsi Bayramov adına Xırnızistan Uşaq Musiqi Məktəbinin Nəzəriyyə Musiqi Ədəbiyyat müəlliməsi Xatirə Hacıyeva üzümü tutub sizə bizim məktəbdə olan problemləri demək istəyirəm və sizdən kömək istəyirəm. Mən burada Mədəniyyət Nazirimizə demək istəyirəm ki, Mədəniyyət Naziri, çox sağ olun ki, siz 3 il bundan qabaq məni Xırnızistan Uşaq Musiqi Məktəbinə perevod elədiniz. Şəmsi Bayramov adına Uşaq Musiqi Məktəbindən. Sizə buradan öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, mənim şəhid bahisi olan anamı başa düşdünüz. Tənha olan anamı nəzərə aldınız. Məni Xırnızistan Uşaq Musiqi Məktəbinə perevod elədiniz. Sizə buradan öz təşəkkürümü bildirirəm. Və sizə bildirmək istəyirəm ki, mən 3 ildir bu Xırnızistan Məktəbinə gələndən bizim musiqi məktəbinin müvəqqəti direktoru olan Rizvan Aslanov idarə eləyir. O idarə direktor olduğuna baxmayaraq, yalnız bizim məktəbi Süsən Nəbiyeva adda bir adi mənim kimi sırağı bir olan müəllim idarə eləyir. Direktorumuz qalıb bu yanda, Süsən Nəbiyə o məktəbdə at oynadır. Bütün dərs saatlarını bölür, tarikvasiyaları yazır. Mən buradan sizə demək istəyirəm ki, öhdəliyi direktor eləməlidir, yoxsa adi bir sıravi müəllim tarikvasiya tutmalıdır, cədvəl bölməlidir, işçilərlə məşğul olmalıdır. Mədəniyyət Naziri, siz bizim kimi müəllimlərdən istifadə edib attestasiya göndərirsiniz, qoy biz qalaq bir yanda, biz yetim yesiz kasıb müəllimlərlə işiniz olmasın. Gəlin, sizdən çox xahiş edirəm. Bu, qoyduğunuz məktəb direktorları var, məktəblərdə at oynadan, məktəblərdə belxonluq eləyən müəllimlər var, müəllimləri dedim, buraxıb hamısını levi, aylığa, hər bir müəllim gedir, öz kefindədir. Dərs keçilən yoxdur bizim məktəbdə. Qarabağda pul qazanırlar. Buraxırlar öhdəliyinə. Mən də bunları görürəm. Məni Süsən Nəbiyeva vurmaq istəyir. Deyir, sənin prezidentin də gəlsə, nazirin də gəlsə, mən sənə imkan verməyəcəm burada işləməyə. Niyə, cənab nazir? Mən nə qalmışam? Hansı haqsızlıqlar eləmişəm? Mən məktəbdə olan saatlarımı yemişəm. Məktəbdə olan bütün nətər deyimi, dövlətin müəssisəsini xərcləmişəm ki, Süsən Nəbiyeva məni vura. Hər gün mən məktəb, hər həftə mənim dərs saatlarımdır. Mən hər dəfə məktəbdən ağlaya-ağlaya gəlirəm. Dəfələrlə regionala da müraciət eləmişəm. Regionallar da baxmır. Nazirliyə məktub göndərmişəm. Dəfələrlə telegram vurmuşam. Özüm qəbullarda olmuşam. Şikayətimi eləmişəm. Yenə regionallar baxmır bu işə. Sizdən bir ana kimi, bir vətəndaş kimi, bir müəllimə kimi xahiş eləyirəm. Bizim məktəb öz başınalıq baş alıb gedir. Süsən Nəbiyeva məktəbdə nətər deyimi at oynadır. Dərs saatların yazır onun adına. Hər ay aylığa pul yığır. Gözümlə görmüşəm, dəfələrlə mən Hacıyeva Xatirə gözümlə görmüşəm onu. Müəllimlər onun cibinə gətirib koma pulu qoyanda belə. Mədəniyyət Naziri, bunu hara demək olar? Siz gəlin belə müəllimlərdən tutun. Belə müəllimlərin üstünə düşün. Biz müəllim yetimlərin üstünə yox, sizdən yenə deyirəm, xahiş eləyirəm. Bizim məktəb həqiqətən öz başınalıq alıb gedir. Qruplaşma yaradır Süsən Nəbiyeva. Koma qruplaşma yaradır. Direktorun otağına keçmək istəyirəm. Əlim qoyur qapıya belə deyir, olmaz direktorun otağına girmək. Bu harada görülüb Mədəniyyət Nazirliyi? Mənim direktorla işim var. Mənim direktora sözüm deyiləcək var. İmkan vermir Süsən Nəbiyeva. Sizdən xahiş eləyirəm. Dönə-dönə xahiş eləyirəm. Mən hər gün ağlamaqdan ta ölürəm. Hər gün mən ağlayıb gələcəm məktəbdən. Mənim keçən 20 saat dərs saatim var idi. Gətirib, yendirib mənim saatımı eləyib 10 saat eləmişdi. Dava qırğınla 12 saata qaldırdılar. Dərsi bölən qalıb, direktorumuz qalıb ayında Süsən Nəbiyeva dərs cədvəli bölür. Ay millət, ay Mədəniyyət Naziri, olar mı belə şey? Harada görünüb bu? Harada görünüb sıravi müəllim dərs saatı belə? Harada görünüb sıravi müəllim tarikvasiya yazar? Bütününü giri doktorun otağına çıxmaq da bilmir. Bilmirsən o içəridə nə iş görür? Nə yazır, nə pozur? Dövlətin bütün müəssisəsindən dövlətin müəllimlərin adına yazır dərs saatları yeyir.
Bir əncam qılın bizim məktəbə. Ta mən ölürəm, mən hər gün xəcalət çəkirəm regionala zəng eləməkdən. Regionala gedib gəlməkdən. İmkanım da yoxdur, kasıb bir imkansız bir ailəyəm. İşləyənim mənəm evdə. Mən baxıram evə, yoldaşım işləmir, yoldaşım 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Belə olar, belə hörmət olunur. Yetimə yesinə kömək belə durulur. Harada görülübdür yetimi boynundan vurmaq? Mən hər şeyi görürəm deyin. Süsən Nəbiyev mənim gözümü köymək istəyir. Dillənəndə də başlayır ağzına gələn sözləri deməyə. Xahiş edirəm, bizim məktəbə bir isbatlı Avtandil Nəbiyev kimi bir direktor gətirin. Gətirin ora, qoy gəlsin, gözəl saatlarımızı versin, gözəl kollektivimiz olsun. Avtandil Nəbiyev Allah rəhmət eləsin. Bizim məktəbdən gedəndən bizim məktəbin divarları da göz yaşı tökür. Allahımıza and olsun, divarları da göz yaşı tökür. Məktəb öz başına alığa çevrilibdir. Məktəb öz başına olubdur. Gəl bizim məktəbə. Liboy vaxtı xəlvət gəl bizim məktəbdə bir müəllim tapasdan. Xeyr, çayxanalarda kişi müəllimləri. Yarısı da Qarabağda işləməkdə. Olar mı belə? Gərək hər şeyi mən açam deyəm. Hər şey gərək indiyənə kimi susmuşdum. Gərək bugün məni ağladıb. Musiqi məktəbindən yenə işimdən məni ağladıb evə göndərədilər ki, mən bu sözləri yenə açam danışam. Mən üzümü tuturam buradan prezidentimə, Mehriban xanıma. Deyirsiniz ki, ictimailəşdirin. Mən də ictimailəşdirirəm. Xahiş edirəm, cənab prezidentim Mehriban xanım Əliyeva, mədəniyyət nazirimiz, Cəsarət Valehov, gəl bizim məktəbə bir əncam qıl. Yetimlərlə işiniz olmasın. Gəlin direktorlardan əncamınızı qılın. Gəlin direktorlara sözünüzü deyin. Direktorlar məktəbdə at oynadır. Məktəbin ayaq yolları bağlı. Məktəbin internetləri bağlı. Körpə uşaqlar, ağsaqqal, ağbıçək xanımlar hara getməlidir? Hansı gətirib ayaq yolu tikiblər? Harada tikiblər? Biri yolun qırağında, birisi də bu birisi yolun qırağında. Ayıbdır, adam xəcalət çəkir. Nə qədər danışmaq olar, nə qədər yazmaq olar. Mən dəfələrlə Mədəniyyət Naziri buradan sizə yazmışam da, qəbullarınızda olmuşam. Qəbula gəlmişəm, ancaq mənim şikayətimə baxılmır. Sizdən yenə deyinəm, müəllimə kimi xahiş edirəm. Mənim kömək durun, mənim səsimə səs verin. Bir məktəbimizə bir tədbir görün. Bizim məktəbimizə savadlı bir direktor gətirin. Biz də oturaq, nətər deyə, ağılla, başla dərsimizi keçək, balamızın çörəyin qazanaq. Xahiş edirəm buradan, mənim səsimə səs verin, Mədəniyyət Nazirimiz, cənab prezidentim, Mehriban xanım Əliyeva. Mən hamınızın qarşısında baş əyirəm. Siz çünki söz eşidənsiniz, siz haqqı ədalətə buraxmırsınız. Yenə deyirəm, xahiş edirəm, gətirin bizim məktəbə, Süsən Nəbiyeva kimi işçiləri azad eləyin. Rizvan müəllim kimi direktoru azad eləyin. Savadlı Avtandil Nəbiyev kimi bir direktor gətirin bizim məktəbə qoyun. Çox sağ olun. Təşəkkürümü bildirirəm. Mən buradan hamınıza kömək dəstək istəyirəm ki, mənim köməyimə çatın. Mənim səsimə səs verin. Atasız yetim qıza kömək dəstək durun. 12 saat dərslə Mədəniyyət Naziri bala saxlamaq olar, sizə qurban olum. Mən bilmirəm bank ödəyəm, bilmirəm xəstə uşağımın dəvə dərmanını alam, bilmirəm kommunal ödəyəm. 12 saatla bala saxlamaq olmur. Özə tək qadın xeylağı, yoldaşım işləmir. Hara gedir, iş yoxdur onun üçün. Bu yay o, ayağında patinka, axşama qədər palçığın suyun içində, hektarı 30 manatdan su sarıb o balasına. Mən işləməmişəm, evdə oturmuşam 56 gün. O balasına çörək qazanıb ki, balam ac qalmasın. Xahiş edirəm, mənə kömək durun. Gəlin bizim məktəbə, bizim məktəbdə qanunsuzluqlar baş alıb gedir. Gəlin görün ki, bizim məktəblərdə nə baş verir. Gəlin müəllimləri dindirin. Süsən Nəbiyeva məktəbdə at oynadır, at.